Elman Nəsrov ictimai xadimdir, millət üçün, xalq üçün, dövlət üçün əhəmiyyətli bir adamdır. Bunun nüfuzuna xəlal gəlməsi üçün bəzi qüvvələrin buna qara yaxdı etməsinə görə mən bunun qarşısını almaq üçün həm də o qadın, yəni Elman müəllimin bir ürək parçasıdır. İstəsə də, istəməsə də hamının ailəsi var. Yəqin ki, ikinci ailəsi imkan vermir. Biz Azərbaycanlıyıq, hər şey başa düşürük. Buna mən öz münasibəti bildirirəm ki, 5 il müddətinə o ailəni mən mənzillə təmin edərəm. Orada yaşayarlar, 5 ildən sonra mənzili bizə qaytararlar. Çünki istəyirəm ki, Elman müəllimin haqqında danışılan söz-söhbət yekunlaşsın. Həm də Elman müəllim mənim əqidə yoldaşımızdır. İkimiz də Yeni Azərbaycan Partiyasının üzvüyük. Yanaşmam belədir ki, biz onu müdafiə eləmək bizim borcumuzdur. Ben bu nöqteyi nəzərdən istəyirəm ki, bu addımı atam.